Allah öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən O, öz qullarından xəbərdardır, görəndir. İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və öz mərhəmətini hər yana yayan O'dur. O, himayəçidir, tərifə layiqdir. İnsana bir zərər toxunduğu zaman bizə yalvarır. Sonra biz ona özümüzdən bir nemət verdikdə deyir: bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir. Xeyr, bu bir imtihandır. Lakin onların çoxu bunu bilmir. Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi. Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman həmin gün vaqiyə qopacaq, göy yarılacaq və həmin gün O süst olacaqdır. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin ərşini 8 mələk daşıyacaqdır. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir. Kitabı sağ əlinə verilən deyəcəkdir: budur, oxuyun kitabımı. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam. O, xoşbəxt həyat sürəcəkdir. Uca bir cənnətdə, elə bir cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır. Onlara keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin, için deyiləcəkdir. Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: kaş kitabım mənə verilməyəydi, hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı.